Diqqət! Son günlərdə kruiz gəmilərində qeyd olunan hantavirus hadisələri ciddi narahatlıq doğurur. Bu təhlükəli virus əsasən vəhşi gəmiricilər, xüsusilə maral sıçanları, ağayaqlı sıçanlar və pambıq sıçovulları tərəfindən daşınır. Adi ev sıçanlarından fərqli olan bu növlər virusu öz ifrazatları vasitəsilə ətrafa yayır. İnsanlar virusa gəmirici tullantıları ilə çirklənmiş tozları tənəffüs vasitəsilə qəbul etdikdə yoluxurlar. İlkin simptomlar yüksək qızdırma, şiddətli bel ağrıları və yorğunluqla başlayır. Xəstəlik irəlilədikcə ağciyərlərdə maye toplanmasına və kəskin nəfəs darlığına səbəb olur. Hazırda hantavirusun xüsusi peyvəndi və ya antiviral müalicəsi yoxdur. Ən effektiv qorunma yolu gəmiricilərlə təması kəsməkdir. Qapalı və havasız məkanları təmizləyərkən mütləq maskadan istifadə edin və toz qalxmaması üçün yaş təmizləmə metoduna üstünlük verin. Şübhəli simptomlar zamanı dərhal həkimə müraciət edin. Unutmayın, məlumatlı olmaq sizi xəstəlikdən qoruyar.